Bir dəqiqə bir yerdə dayanmadım. Ay Mələk, son günlər mən səni izləyirəm xüsusən. Yaman çox baxırsan sosial platformalarda, amma sənə dəhşət də yorumlar gəlir. Bu yorumlara fikrin nədir? Mən istəyərdim ki, buradan açıqlayasan, qoy bütün sosial mediada səni izləyənlər bilsin. Yəqin ki, tənqid olunduğum yorumlardan gedir söhbət. İlk öncə hər kəs salamlayıram və buradan demək istəyirəm ki, 99,90% xanımlardır. Təşəkkür edirəm onlara buradan. İnternetlərini, vaxtlarını sərf edib, telefonlarını zannet edirlər mənim üçün. Fake hesablar blok edirəm, təkrar açılır. Blok edirəm, başqa yerdən gəlirlər. Özlərini göstərirlər ki, mənim paxıllığımı çəkirlər. Buradan onlara deyirəm ki, yəni Allah qəlbimizə görə versin. Mən zaten öz yolumdayam, öz məqsədimə doğru addımlayıram. Allah mənə verdiyi bu şansdan yararlanacağam. Və son bunu demək istəyirəm ki, əziyyət çəkməyin olsa da boşuna gedir. Mən mahnılarımla, rəqslərimlə sevilirəm zaten. Amma sağ olsunlar, yad edirlər. Onlar yad edirəm, amma mən umursamıram, heç görmürəm də. Mənə gətirilib göstərilənə qədər heç görmürəm o yorumları. İşimdə olduğum üçün vaxtım olmur. Teşekkür edirik dostlar.